Мне кажется, я тебя люблю. Məhz burada mən ilk dəfə Nino'ya evlənmək təklif elədim. Да. Даже теперь, когда стала княжной. А по-моему, ты недолго будешь княжной. Что ты хочешь этим сказать? Ты думаешь, царь лишит нас этого титула? Ты лишишься этого титула, как только выйдешь замуж. Я люблю! Да! Жена хана. А по-моему, такого титула на свете не существует. М? Вообще у тебя странная манера предлагать руку и сердце, если ты имел в виду именно это. Именно это я и имел в виду. А если я приму твое предложение, ты обещаешь хранить этот Шушинский лес как одно из лучших воспоминаний? И заключишь мир с деревьями, да? Мне кажется, да. Да. А в свадебное путешествие? Ну мы поедем к твоему дядюшке в Тегеран. И там я под специальным конвоем навещу гарем Шахиншаха. С уймой толстых женщин буду пить чай, вести светские беседы. А что потом? А потом я пойду гулять только по степи. Да? Там ведь не будет мужчины, который мог бы увидеть Да, меня. еще будет. А подумал ты, что будет с моими родителями, если я выйду за тебя замуж? Ну как же жить дальше? Твой отец потребует, чтобы я приняла твою веру. Вот тогда мой батюшка сошлет меня в Сибирь. Угу. А заодно и тебя. Да, ты же принудил меня. Нам придется жить на льдине. Посреди Северного Ледовитого океана. И огромные белые медведи растерзают нас на кусочки. А? Əslində mən bilirdim ki, Nino o cür düşünmür. Amma nədənsə məhz ən ciddi məqamlarda o mənim suallarımdan bu cür yayınmağa çalışırdı. Elə bil birbaşa razılıq verməyinə, çox şey itirəcəyindən qorxurdu. Нет, Нино, тебе не придется принимать ислам. И твои родители не умрут от горя. Мгм. Что ты на это скажешь? А наши дети? К какой религии они будут относиться? Обязательно. Самый лучший и самый чистый. М. М. Кстати, я не очень стара для тебя. Твоей будущей жене сейчас должно было быть лет Мгм. 12. Мгм. Нет, ты не слишком стара для меня. Просто, может быть, ты слишком умна. Но никто не говорит, что слишком большой им это всегда достоинство. Задачи армии, флота является защита царя и... Флота защита царя... Avstriya Macaristanda gözlənilməz bir qətlin zəminində müharibə alovu başlandı. Çar da bir neçə Avropa ölkələrinə müharibə elan elədi. Внутрь. O səbəbdən mənim dostlarım İlyas və Məhəmməd Heydər Ali. qəhrəmanlıq eşqi ilə hərbiyə getmək, zabit olmaq xəyalına düşdülər. Amma bu müharibə uzaqlarda idi. Bizlə müharibə İmtahan meydan eləmək arasında istəyirsən dünyanın 6'da 1'i qədər məsafəsi vardı. Hörmətli Məhəmməd Heydər, de görüm, xarici düşmənlər kimə deyilir? Almanlar, bir de Avstriyalılar. Ha? Сәфт, əzizim. Ба. Мгм. Внешний враг – это военные подразделения, которые перешли наши границы с целью развязать войну, понял? Да. Что есть выстрел? Выстрел. Мгм. Ну да, выстрел. Выстрел. Это задача армии
Флота. Задачи. Выбрасывание пули из ствола с помощью порохового газа. Məhəmməd Heydər məktəbimizin ən gerdə qalan şagirdi olub. Biz ondan aşağı sinifdə oxuyuq, gəlib onu keçdik. O isə o qədər sinifdə qaldı ki, nəhayət oğlu böyüyüb gimnaziyada oxumağa başladı. Mən hərbi zabit olandan sonra sən mənə küçədə hörmət göstərib yol verməli Sen olacaqsan. hərbi zabit olana kadar Ruslar muharebeni udzacak. Almanlar da gelip Moskva'da oturacaklar. Senden her şey aydın. İlyas, sen doğrudan muharebeye gitmek istiyorsan? Əlbəttə, mən müharibəyə gedəcəm. Sağ ol İlyas. Axı sen döyüşe gitmeyebilirsin. Biz Müslümanlarız. Hərbi mükəlləfiyyətdən də azadıq. Olsun. Buna baxmayaraq, mən yenə də müharibəyə gedəcəm. İlyas, Mən İlyasın Ninonu sevdiyini, sevgisini öz dostuna keçdiyini bilirdim. İlyas, Müharibə gözəl şeydir. Müharibənin sayəsində çoxlu səyahət eləmək, dünyanı gəzmək imkanım olacaq. Qərbdə küləyin vıyıltısını, düşmənin göz yaşını görəcəm. Silahdaşlarımla tutduğumuz kəndlərin içərisindən böyük ruh yüksəkliyi ilə keçəcəyik. Müharibədən sonra evə qaydanda isə özümlə çoxlu pul gətirəcəm. Amma bu sevgi hisslərini müharibəyə yönəltmək, müharibəni sevmək, bəs həlak olsan? sevgini orada axtarmaq, müharibə romantikası ilə yanmaq məni dəhşətə gətirirdi. Əgər həlak olsam, onda əsl kişi kimi döyüş meydanında öləcəm. Yenə də mənə hörmət eləyəcəklər. Oğullarıma, atama böyük hörmət göstərəcəklər. Kimə qarşı olursa olsun müharibə gözəl şeydir. Kişi gərək ömründə heç olmasa bir dəfə müharibəyə getsin. Bəli. Kişi gərək ömründə heç olmasa bir dəfə müharibəyə getsin. Siz deyəsən ağlınızı tamam itirmişsiniz. Axı müharibədən kimin qalib çıxacağı mənim kimi sizi də maraqlandırmır. İlyas, məncə sənin üçün bu müharibə ancaq bir macəradır. Bəs mənim üçün? Sənin üçünsə məktəb həyatını nəhayət başa vurub özünə bir kişi sənəti seçmə Vay. fürsətidir. Biz hər ikimiz çox yaxşı cəbhə zabiti olacağıq. Mən buna şübhə eləmirəm İlyas. Amma faydası varmı? Hər nə desən də, məndə qəhrəmanlıq, düşmənin qanını içməyə həvəs oyanıb. Onu söndürmək artıq mümkün deyil. Yaxşı. Nə deyim? Allah yolunuzu açıq eləsin. Mən artıq onları heç nəyə məcbur edə bilməzdim. Nəhayət hər bir kəs özü özünə cavab deydi. Bircə İlyasın çox qoca olan atasına yazığım gəlirdi. Çünki onun sağ qalan Salam yeganə Zeynal. oğlu heç vaxt görmədiyi, tanımadığı torpaqlarda döyüşüb həlak ola bilər. Sağ ol. Bəs sən hazırlaşmırsan? Yox Hacı ağa, mənim yolum başqadır. Sağ ol. Müharibə sanki çox uzaqlarda, başqa bir planetdə gedirdi. Müharibədə fəth edilən və yaxud itirilən şəhərlərlə qəsəbələrin adları çox uzaqdan eşidilir və qulaqlarımda yad səslənirdi. Bilirəm, müharibəyə getmədiyim üçün bir çoxları mənə nifrət eləyəcək. Amma mən köhnə şəhərimi seyr eləyən zaman dərk eləyirdim ki, heç bir çağrın, heç bir çağrışı məni doğma qala divarlarımdan ayıra bilməz. Sən doğrudan müharibəyə getmək istəmirsən? Sən Əli xan Şirvanşir Yox ata. Getmək istəmirəm. əcdadlarımızın çoxu döyüş meydanında həlak olub. Bu bizim nəslin kişiləri üçün seçilmiş ölümdür. Bilirəm ata. Mən də cəng meydanında başımı qoyaram. Amma indi yox, elə uzaqlarda yox.
Şerefsiz yaşamaqdansa şerefli ölmək daha yaxşıdır. Mən şərəfsiz yaşamıram ata. Mənim bu müharibədə heç kəsin qarşısında vəzifəm, borcum yoxdur. Hələ Nadir Şahın vaxtında 5 Şirvanşir İran imperiyası üçün vuruşmuşdu. Onlardan 4'ü Hindistan'a karşı yürüyüşte helak oldu. Yalnız biri Dehli'den ganimetle qayıtdı. Sonradan özüne malikaneler, saray tikdirdi. Sən bütün bunları mənə demisən ata. Qulaq as. Şahruh Hüseyin Xan'a karşı vuruşanda bu əcdadım Qəttar Qacar Şahzadəsi Ağa Məhəmmədin tərəfinə keçdi. O 8 oğlu ilə birlikdə Ağa Məhəmmədin Zənd, Xorasan, Gürcüstan döyüşlərində iştirak etdi. Onun 8 oğlundan yalnız 3'ü sağ qalmışdı ata. Bəli, bizim nəsil məhz döyüş meydanında döyüşüb həlak olmalıdır. Ölkədə yenə müharibədir. Amma sən Əli xan, Şirvanşir qorxaqlıq edirsən. Çarın iltifatlı fərmanının arxasında gizlənirsən. Ахарарян, а сколько вам лет? 30. 30? Значит, мы больше не увидим вас в городе. Не, ну почему же? Hoş gördük. Buyurun. Buyurun. Bura mənim çox xoşuma gəlir. Özümü yaxşı hiss edirəm burada. Вот здесь. Нежно, а? Благодарю. Вот так. Спасибо. Гюлахмед, подойди, пожалуйста. Красное вино. Только красное вино. Вот, сидим мы здесь, вместе, представители 3 самых больших народов Кавказа. Грузинка, мусульманин и армянин. Все мы 3 рождены под одним небом, живем на одной земле. Между нами есть разница, но мы едины, как троица. Мы одновременно являемся и европейцами, и азиатами. Вобрали в себя и Запад, и Восток. И обоим отдаем свое богатство. А мне всегда казалось, что кавказцев отличает воинственность. А сейчас я сижу рядом с 2 кавказцами, которые совершенно не хотят воевать. А? Княжна, мы оба хотим воевать. Как же? Но не друг против друга. Мы отделены от русских высокой стеной Кавказских гор. Если русские победят, то наша земля перейдет в их полное владение. Турки и иранцы грабят нашу страну. Шах разорил Восток, а султан Запад. И русские не по собственной воле пришли сюда. Да, их позвали мы. Княжна, я согласен с вами, что мир на нашу землю пришел вместе с русскими. Но сейчас мы, народы Кавказа, и без помощи русских можем сохранить этот мир. Но посудите сами, княжна, должны ли вы опасаться меня? Или нужно ли меня спасать от Алихана? Да, и Иран сейчас не так опасен, чтобы мы, кавказские народы, боялись его. Наш враг на севере. Так значит, вы поэтому не идете на войну? Во-первых, я обижен на русских за то, что они конфисковали имущество армянской церкви. Во-вторых, моя семья пользуется достаточным уважением, а я человек, любящий комфорт. Простите, я вмешаюсь, я думаю немного иначе. Я не любитель комфорта, войну я люблю. Просто эта война мне не нравится. Вы еще молоды, мой друг. Этот замечательный город – ворота в Европу. Если Россия не была бы такой отсталой, мы давно стали бы европейской страной. Пью за вас, Алихан, Ахарарян. княжна. Благодарю. Seyid Mustafa uşaqlıqdan mənim məktəb yoldaşım, həm də ən yaxın dostum idi. Bugün Böyük Osmanlı İmperiyasının Sultanı Əla Həzrət Məhməd Rəşid kafirlər dünyasına müharibə elan eləmək qərarına gəldi. Onun müzəffər ordusu müsəlmanları Rusiyanın, İngiltərənin boyunduruğundan azad eləmək üçün
Şərqdən qərbə irəliləyiblər. Bununla da cihad. Müqəddəs müharibə elan edilib. Və xəlifənin saray üstündən Peyğəmbərin yaşıl bayrağı dalğalanır. İşə bir bax. Şiələr Sünni xəlifənin tərəfində vuruşurlar. Seyid. Türklər də bizim tayfadandır. Biz eyni dildə danışırıq. Onların da damarlarında bizim kimi Turan qan axır, Seyid Mustafa. Mənim damarlarımda Muhammedin qanı axır.